Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, ibtidai sinif müəllimləri üçün 2025-ci il 19 iyun sertifikasiya imtahanında istifadə olunmuş riyaziyyat suallarını izahı verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz Zoom proqramı üzərində canlı olaraq tədris olunur və proqram müddəti ərzində 150-dən çox sınaq sualları işlədilir. Bu da sizə imtahanda bütün çeşid suallarınızın həll etmə bacarığınızı inkişaf etdirdiyinə görə tez bir zamanda bütün suallara cavab vermək şərait yaradır. Əlavə məlumat üçün 051 644 31 54 nömrəsinə yazaraq dərslərimizdən yararlana bilərsiniz. Keçək suallarımıza. İlk sual belədir. Kvadratı 2 üçbucağa böldülər. Alınan bir üçbucağın iti bucaqları cəmi, kvadratın daxili bucaqları cəminin 10-2 hissəsindən neçə dərəcə 0,2 hissəsindən neçə dərəcə çoxdur? İlk olaraq biz bir kvadrat çəkək. Kvadrat çəkdik və bunu 2 düzbucaqlıya böldük. Biz bilirik ki, bu artıq olur nə? Düzbucaqlı üçbucaq. Bir üçbucağın iti bucaqları. Yəni bir dənəsini götürək kənara. Bu qaydada çəkəcəm. Deməli, bunun düz bucağı məlumdur 90 dərəcədə. Buradakı bucağın da cəmi, iti bucaqların cəmi 90 dərəcə olacaq. Və kvadratın daxili bucaqları, yəni kvadratın daxili bucaqları hər biri 90 dərəcə olduğuna görə 360 dərəcədir. Bizə deyir ki, indi kvadratın daxili bucaqların cəminin 0,2 hissəsindən neçə dərəcə çoxdur? Yəni 0,2 onda 2 deməkdir. 360'ı 10'a bölüb 2'ye vursaq 72 dərəcədir. Neçə dərəcə çoxdursa, iti bucaqların cəmi 90 dərəcədir. 90'dan da 72'ni çıxacaq. 18 dərəcə çoxdur. Doğru cavabımız olacaq B variantında. İkinci sual. A bərabərdir 2,5, B bərabərdir 1,2, C bərabərdir 0,4, D bərabərdir 1. Bu şərtə əsasən A vur B böl C üzərinə D ifadəsinin qiymətini tapın. İlk olaraq biz deməli 0,5 2,5'i vuracam 1,2'ye. Bu bizə verəcək neçə? 3. Aldığımız nəticəni böləcək 0,4'ə. 3'ü bölərəm 0,4'ə. Nəticə bizə verəcək 7,5. Və üzərinə də sonunda 1 gəlməliyik. 7,5'in üzərinə də 1 gəlsəm bizə verəcək 8,5. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti suallarımıza. 3 nömrəli sual. Bizdə deyir ki, qabda X qədər konfet var. Bu qabdan Y qədər konfet götürdükdə qalan konfetlərin sayı başlanğıcdakı olan konfetlərin yarısı qədər oldu. Bu ifadəni qurun. Yəni bizim X qədər konfetimiz var. X qədər konfetimiz var. Bu qabdan Y qədər konfet götürdük. Və qalan konfetlərin sayı başlanğıcda olan konfetlərin yarısı qədər oldu. Başlanğıcda nə qədər qalmışdı? Başlanğıcda X qədərdir. Y qədər götürəndən sonra yarısı qalacaq. Onda biz bunu bölərik 2'ye. Yəni X çıx Y bərabərdir. X bölünsün Y ifadəsi bizim doğru cavabımız olacaq. E variantında. Növbəti sualımız 4 nömrəli sualdır. 5 vurulsun 2x minus 3 çıxılsın 2x plus 1 bərabərdir 3x plus 3 ifadəsində tənliyin kökünün 6 qatı üçün deyilənlərdən hansı doğrudur? Birinci tənliyimizi sadələşdirəcəm. 5'i
2x hər bir mötərizəni vurub bassaq olacaq neçə? 10x minus 15 çıxılsın 2x plus 2 bərabərdir 3x plus 3'ə. Bu hissəni sadələşdirsəm olacaq 8x minus 17 bərabərdir 3x plus 3'ə. 5x bərabərdir 20'yə, x də bərabərdir 4'ə. 4'ü tapdıq, təlinin kökünün 6 qatı. 6'nı 4'ə vursam 24 edəcək. Doğru variantlara baxaq. Cüt ədəd deyil, yanlışdır, cüt ədəddir. 10'un 2 mislidir, yanlışdır, 12'nin 2 mislidir. Onluq və təklik eynidir, yanlışdır. Rəqəmləri hasili 8 edir, bəli, 2, 4'ün 8. Doğru cavabımız olacaq D variantında. Növbəti sualımız 5 nömrəli sualdır. Deyir ki, 48 ton buğdanın əvvəlcə 20%-ni, sonra qalanın 40%-ni satdılar. 40%-ni satdılar. Neçə ton buğda satılmışdır? Deməli, neçə ton buğdanın satıldığını bizdən istəyir. Demək, ilk öncə 48 ton buğdanın əvvəlcə 20%-ni tapaq. Biz 48'i vurarıq 20'yə, bölərik 100'ə. Bu bizə verəcək 9,6. Sonra qalanının 40%-ni 48'dən 9,6'nı çıxarıq. Bizə verəcək 38,4. Sonra qalanının 40%-ni satdılar. 38,4'ün də vurarıq 40'a, bölərik 100'ə. Bu bizə verəcək 15,36. Nə qədər satıldı deyirsə, əvvəlcə 9,6 idi, sonra 15,36. 9,6 ilə də 15,36'nı toplasaq, 24,96 ton satılmış olacaq. Satılmayanı istəsə 48'dən bu nəticəni çıxarıq, satılmayanı taparıq. Keçək növbəti suala. Bizdən nə tələb edir? Sinifdə 30 şagird var. Onlardan 12'si rəsm, 9'u idman, qalan isə şeir müsabiqəsinə qoşuldu. Şeir müsabiqəsinə qoşulan uşaqlar bütün uşaqların hansı hissəsini təşkil edir? İlk olaraq 30 şagirdimiz var. 12'si rəsmə gedirsə, 9'u idmana gedirsə, yerdə nə qalır? 9'u qalır. Yəni bu 9'u idmandır. Bu rəsmdir. Bu da şeir olacaq. Və qalan uşaqlar, şeirə qoşulan uşaqlar. Şeirə qoşulan uşaqları tapdı 9. Qoşulan uşaqlar bütün uşaqların hansı hissəsini təşkil edir? Bütün uşaqlar 30'dur. Şeir müsabiqəsində də 9 nəfərdir. 30'da 9 bizə verəcək. Hər tərəfi 3'ə bölsək olacaq 10'da 3. Bu da 0,3 hissəni təşkil edəcək. Doğru cavabımız olacaq B variantında. Növbəti bir sual. Onu da qeyd edim ki, bunları bizim müəllimlər imtahandan çıxandan sonra qeyd eləmişdilər. 36 kiçikdir x-dan, o da kiçikdir 72 bərabərsini ödəyən 3'ə bölünən natural ədədlərin cəmini tapın. Baxaq, 36'dan sonra ilk 3'ə bölünən ədəd 39'dur. Və 39 bir də 72'dən əvvəl 69'dur. 3'ə bölünmə qaydası necədir? Böyükdən kiçiyi çıxırıq, 69'dan çıxırıq 39'u, bölürük 3'ə, üzərinə 1 gəlirik. Bu bizə say verəcək. Deməli 69'dan 39 çıxanda 30'u da 3'ə bölsək 10, üstünə 1 gələndə 11. Say tapılmaq mütləqdir. Yəni sayı tapırıq 11. Sonra toplamasının qaydası necədir?
69'un üzerine 39 gelip bölürük 2'ye, vururuq saya 11'e. Bu da bize verecek 54'ü de 11'e vursuq 594. Doğru cavabımız olacaq C variantında. Növbəti bir sual 8 nömrəli sualdır. A 0,4, B 0,9, C 1,5, D 0,75, E isə 1,2. Onluq kəsirlərin ən böyüklə ən kiçiyinin fərqini tapın. Bu ardıcılığa baxsaq, ən kiçik olacaq 0,4. A bərabərdir 0,4. Ən böyük isə C böyük deyil. Deməli E böyükdür. E 1,2'dir. Ən böyüyünə ən kiçiyinin fərqi 1,2'dən 0,4'ü çıxsaq 0,8. Doğru cavabımız C variantında qeyd olunub. 9 nömrəli sual. Ata saat 7:30'da evdən işə gedir. 8 saat işləyir. Ata evə gedib gəlməyə 50 dəqiqə zaman sərf edir. Ata evə saat neçədə çatdı? Biz bunu yazmaq üçün ilk öncə 7:30'da evdən çıxır. 8 saat işləyir. 50 dəqiqədə deməli zaman itir gedib gəlməyə. 30 ilə 50'ni toplasaq 80, 7 ilə 8 bizə 15 verəcək. Bu 80'i belə saxlaya bilmərik. 80'dən götürəcəm 1 saatı 16, 20. Doğru cavab 16, 20 olacaq. Keçirik 10 nömrəli suala. Bərabər tərəfli üçbucağın perimetri 36 santimetrdir. Tərəfi üçbucağın bir tərəfinə bərabər olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Biz ilk öncə bərabər tərəfli üçbucağın perimetri 36-dırsa, 36'nı bölürük 3'ə, tərəf düşür 12. Və kvadrata baxırıq. Kvadratın daxilinə çevrə çəkilib, çevrənin radiusu bizdən istəyir. Əgər kvadratın tərəfi 12'dirsə, 12'ni də bölərik 2'yə, bizə verəcək 6. Demək, radius nə qədərdir? 6 santimetr. Doğru cavabımız A variantında qeyd olunub. Onu da qeyd edeyim ki, bütün sualların, əksəriyyət suallara baxanda onluq kəsirlər üzərində məsələlər çoxluq təşkil edir. Bu tipli videoların davamlı olmasını istəyirsə kanalımıza abunə olun və video izahları müəllim yoldaşlarınızla paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.